Hörmətli izləyicilərim, hal-hazırda gördüyünüz neoterm kombisində aparat vasitəsilə yuma həyata keçirilir. Deməli, hava tankına hava vuruldu. Gördüyünüz bu manometr gözü tutulub. Təzyiq göstərən manometrin gözü təmizlənəcək və sizə bir şey göstərmək istəyirəm burada. Bu 3 yollu ştokun nə halda olmağını öncədən açmışdım bunu. Rahat şəkildə ona görə əlimlə aça bilirəm. Razvodnoy açarla açılır. Bu halda olmağını sizə göstərmək istəyirəm. 3 yollu bir müddət işləyəndən sonra sannikindən də su buraxmışdı və bu haldaydı. Və bu onu nə hala salır. Ona görə də sizə tövsiyəm odur ki, ildə bir dəfə kombinin texniki baxışdan keçirəsiniz. Usta dəvət edərsiniz və texniki baxışdan keçsin. Çünki bu kimi hallar baş verməmək üçün vaxtında texniki baxış edəsiniz. Video faydalı olsa bəyənin, mütləq abunə olmağı unutmayın. Üzürlü sayın tək olduğuma görə bir əlində kamera, bir əlində də açar sizə göstərmək istəyirdim vəziyyətini. Videonu bəyəndinizsə like eləyin, kanala dəstək olun, abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun.